9 yaşlı Camalın yardımsever insanların dəstəyinə ehtiyacı var. Bu barədə onun valideynləri Today Press TV-yə məlumat veriblər. Yevlax rayonunda yaşayan Yusifovlar ailəsi övladlarının doğuşdan serebral iflic xəstəsi olduğunu bildiriblər. Camalın anası Pəri Yusifovanın sözlərinə görə oğlunun müalicəsi üçün ailə hər dəfə rayondan Bakıya gəlməli olur. Evladımın xəstəliyi ilə bağlı Today Press TV-yə müraciət etmişdim. Evladım Yusifli Camal Yasinoğlu ağır dərəcədə serebral iflic xəstəliyindən əziyyət çəkir. Anadan olandan beyninə qan sızma ilə dünyaya gəlibdi. Həkimlər tərəfindən evladıma ən ağır dərəcə olan serebral iflic 1-ci qrup əlillik təyin edilibdi. 9 yaşı var, 9 ildir ki, aparmadığımız yerlər qalmayıbdı. O balinasalar olmayıbdı ki, uşaq getməyib. Yəni xaricdə belə gəzdirmişik. Uşağa müalicələr olunur, hər ay müalicələrdədir. Özümüz Yevlax şəhərində yaşayırıq. Yəni Bakıya aparıb gətiririk uşağı. Bakıda müalicə alır. Ana onu da bildirib ki, oğlu nə otura bilir, nə yeriyir, nə də danışır. Ancaq belə yataq vəziyyətində, ancaq yataqdadır. Botoks iynələr vurulur, bədəninin qıc olmaqlarına qarşı. Bir dənə kapsulasının qiyməti 1200 manatdır. Botoks iynəsini yeni vurdurub gətirmişik. Hardasa bir 3-4 gün bundan qabaq botoks iynəsi vurulubdur. Botoks iynəsindən sonra masaj idmanlar olunmalıdır. Evdə elətdiririk masaj idmanlarını. Bir də iynədən sonra həkim qıçalarının açılmağına görə, yenidən tutulmamağına görə korset yazıbdır, belə kimi. Korset yazıbdır, qiyməti bahalıdır, 800 manat qiyməti var. Yəni o alınmalıdır ki, uşağın iynədən sonra geyindirəsən, yəni yenidən bədəni tutulmasın. Yəni qıc olmaları artmasın. Uşaq nevroloqu doktor Ülkər Mürsəlova Camalın xəstəliyindən Today Press TV-yə danışarkən bildirib ki, Camal hazırda mütəmadi olaraq müxtəlif müalicələr almalıdır. Serebral iflicdir G80.0 və yanaşı olaraq da epilepsiyaları qeyd olunur. Fokal epilepsiya G40.2-dir. Vəziyyəti ağır uşaqdır. 4 ətrafda tam iflic, əzələ tonusu tam yüksəlib. Buna görə də 9 aydan bir Camala, 6-9 aydan bir Camala botoks terapiyası tövsiyə olunur. Çünki adi miorelaksantlar, yəni tonsalcı dərmanlar etki etmir. O yüzden Camal mütləq bir şəkildə tons alması üçün ki, biraz olsa əllərin hərəkət, ayaqların hərəkət etsin deyə botulotoksin terapiyasından görür. Fizioterapiyalar olunması lazımdır mütləq. Qıcolma tutmalarına görə də 3 preparatdan istifadə olunur. Camalın valideynləri bildirirlər ki, övladlarının qıcolmalarının qarşısının alınması üçün həkim məsləhəti ilə ona botoks iynələri təyin edilib. Bir iynənin qiyməti 1200 manatdır. Ailənin isə bu iynələri almağa maddi imkanı yoxdur. Ümid edirik ki, imkanlı şəxslər, dövlət qurumları, xüsusilə də Səhiyyə Nazirliyi Körpə Camalın ailəsinin səsinə səs verəcək.